Bəhruzə xanım adlı bir qadın əsir düşür. Onun Təbriz və Azərbaycanın digər şəhərlərində müsəlman qadınların namuslarına necə ki təcavüz eləmişdi qızılbaşlar. Bunun cavabı olaraq onun xanımı belə deyək də əsir olaraq, cariyə olaraq götürülür və Yavuz Sultan Səlim onu qazaəskər rütbəsi daşıyan bir dövlət məmuruna ərə verir. Hı. Amma uzun müddət qalmır, çünki qış yaxınlaşırdı artıq və Osmanlı ordusu Təbrizdən geri çəkilir, geri qayıdır. Onlar qayıdan kimi İsmail ortaya çıxır və sağ olduğunu elan eləyir və ətrafına yenidən öz ordusunu, adamlarını toparlamağa çalışır. Lakin bundan sonraki dövrü biz İsmailin ağır bir depressiya, həm fiziki, həm mənəvi psixoloji baxımdan çöküş dövrü yaşadığını görürük. Özünü içkiyə verir və içki səbəbindən də gənc sayılacaq bir yaşda, 30-dan bir qədər yuxarı idi yaşı. Ehtimal ki, qaraciyər sirozu olar, çünki içki Təbii ki, ona səbəb olur. Ölür. 1524-cü ildə İsmail Səfəvi ölür. 1520-ci ildə də Yavuz I Səlim dünyasını dəyişir. Allah ona rəhmət eləsin. Onun yerinə oğlu 1-ci Süleyman, Qanuni 1-ci Süleyman keçir. Şah İsmailin yerinə isə oğlu 1-ci Təhmasib keçir. Bu iki hökmdarın hər ikisinin hakimiyyəti dövrü kifayət qədər uzundur. 52 il 1-ci Təhmasib hakimiyyətdə qalıb, 46 ildə 1-ci Süleyman hakimiyyətdə qalıb. Bu dövr, yəni Süleyman və 1-ci Təhmasibin dövrü Səfəvilərlə Osmanlılar arasında qızğın müharibələrin davam etdiyi bir dövrdür. 1-ci Süleyman dəfələrlə, bir neçə dəfə şərq səfərləri, məşhur 1-ci Süleymanın şərq səfərləri var, Naxçıvan səfəri var, Azərbaycan səfəri var və Azərbaycan üzərinə yürüş eləyərək Qızılbaş dövlətini, Səfəvi dövlətini bitirməyə çalışır. Amma Avropada da bu dövrdə, Avropa cəbhəsində də müharibə eləmək məcburiyyətində idi. Balkanlarda Osmanlı dövləti, buna görə də iki cəbhədə vuruşmaq çox xeyli çətin idi. Və bunu fürsət bilən Səfəvilərin biz bu dövrdə Avropanın xristiyan, xaçlı, səlibçi dövlətləri ilə Osmanlı dövlətinə qarşı yaxın, sıx bir münasibət qurduğunu görürük. Bu, həm Şah 1-ci Təhmasibin dövründə belə idi və xüsusən də Şah Abbasın dövründə biz bunu görürük. Amma Şah Abbasın dövrünə keçməmişdən əvvəl bir mühüm məsələ var, onu qeyd eləmək istəyirəm. Bu da Şah 2-ci İsmail. Maraqlı bir şəkildə Təhmasib, 1-ci Təhmasib oğlu İsmail Mirzəyə qəzəblənir, Şahzadə İsmail.